Son günlərdə ictimai televiziyanın öz binasından köçürülməsi ilə bağlı iddialar yayılıb. Yayılan iddialarda bildirilir ki, bina böyük tikinti şirkətlərindən birinə məxsusdur və bu səbəbdən televiziyanın başqa yerə köçürüləcəyi qeyd edilib. Bildirilib ki, hətta tikinti şirkətinin nümayəndələri televiziya binasına gedərək rəsmi şəxslərlə görüşüblər. Manşetas məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru Balaş Qasımovla əlaqə saxlayıb. O, açıqlamasında İctimai Televiziyanın binasına heç bir tikinti şirkətinə aid olmadığını bildirib. Bura Azon zavodunun binası olub, heç bir tikinti şirkətinə aid deyil. Deməli, bu fake məlumatdır. Belə bir məlumat olsa belə, mənim bu barədə xəbərim yoxdur. Qeyd edək ki, İctimai Televiziya 2005-ci ildə yaradılıb və yarandığı vaxtdan etibarən hazırki binasında fəaliyyət göstərir.